din mövzusunda olacaq və dini sahədə qlobal problemlərdən bəhs edəcəyik və qonağımız çox dəyərli, ziyalı soydaşımız, Türkiyədə yaşayan araşdırmacı, yazar, bir neçə kitab müəllifi, ilahiyyat alimi Aydın Mülayimdir. Aydın bəy, xoş gördük sizi. Sağ olasın, teşekkür ederim. Bildiyimiz qədər siz bu sahədə uzun illərdir, uzun müddətdir geniş tədqiqatlar aparıb, araşdırmalar etmiş bir ziyalısınız və Türkiyədə yaşayıb, Türkiyədə fəaliyyət göstərsəniz də Azərbaycanda da siz geniş tanınırsınız bir ilahiyyatçı olaraq və həm də sizin fərqli bir yolunuz var. Yəni nə barədə? Bu ənənəvi ilahiyyatçılardan, ənənəvi din xadimlərindən fərqləndirən məziyyət ondan ibarətdir ki, siz mən sizi tanıdığım qədər İslamı xurafatlardan təmizləmək və əslinə qovuşturmaq, əsl İslamı necə ki, milli mənəvi dəyərlərimizə uyğunlaşmış formada, ta qədimlərdən süzülüb gəlmiş, o saf şəkildə əsl İslamı ortaya qoymaq amalında, yolunda zəhmətlər çəkirsiniz və sizin kifayət qədər tədqiqatlarınız var, kitablarınız var və Azərbaycanda da bu qeyd etdiyim kimi təbliğ olunur. İstərdim mövzumuza uyğun olaraq bir giriş verək. Dini sahədə qlobal problemlər zaten geniş mövzudur, amma hərçənd ki bir qısa da olsa bu problemlərin əsas mahiyyətindən danışaq ki, bu tək Azərbaycanda yox, ümumiyyətlə dünyada bu qlobal problem nədir din sahəsində? Hakikaten de çok güzel bir mevzu seçmişsiniz. İnsanların dine bakış terzinden aslında bu problemler, global problemler yaranır. İnsanlar dine sanki ayrı bir saha veyahut da en ehemmiyetli sahası olan, yani bir insanın hayatında en büyük yeri olan bir yolu değil, bir yol demektir. Bir görüş. Bir insanın tuttuğu bütün o amacı, ideyası, Allah'ın koyduğu kanunlardır, insanın fitretine yerleştirdiği, onu hayatına aks ettirmeye Allah özü dindir. Bu dini size seçtim. Yani sizi nece yaratmışamsa o fitret üzere siz de o fitret üzere yol tutmalı. Yani o dini getirmelisiniz. Çok teessüf ki insanların dine bakış terzinde büyük problem var. Dinin en önemli sahası olan, hayatın en önemli sahası olan dinde bunlar, yani insanların büyük ekseriyeti en sonraya bırakılan bir saha olarak götürülüyor. Hatta bazı şahıslara, din xadimlerine, sənətə, məsələyə verirlər ki, bu bunun işidir. Yani din herkesin gideceği bir yoldur. Çünkü onsuz insan insanlığını koruyup saklaması çok çetin olur. Allah bize o yarattığı fitreti üzere insan olarak sizi yarattım değil. İnsan olarak kalmak istiyorsanızsa eğer o yolu tutmalısınız. O yolda gitmelisiniz. Bu sizin xoşbəxtliyiniz. Allah'ın ihtiyacı yoktur buna. Bütün elçiler de, kitaplar da bu məqsədlə, bu amalla gönderilib ki, insanlar insanlıklarını korusun, güzel cemiyet kursun, firavan yaşasın. Kanunlar koydu, din kanun demektir aynı zamanda, Allah'ın koyduğu kanunu. Ama bakırsınız ki insanlar özlerinden bir bakış tersi icat edirlər. Uyduruk bir bakış, fitretine zid, kanunlara zid, yani huzura, azatlığına zid kanunlar çıkarırlar özleriyle, yani bir bakış terzi seçirler, o anın uğrunda yaşayırlar. Yani din insana hakikaten de, yani Allah'ın koyduğu kanunlar insanın hayatına aynı zamanda bir mana da katır. İnsanlığını koruyup ve aynı zamanda da bir mana katır. Bir amaç katır. Yani bu amaç uğrunda yaşayan insan huzurlu olur, azat olur. Eğer sen Allah'ın koyduğu kanunları beğenmeyip özün için başka bir amaç, başka bir amal seçersense sen çıkmazlara düşersin. Yani necə ki Allah-u Teala deyir ki Kur'an-ı Kerim'de, ey insanlar, ben size bu dini seçtim. Yani dini, İslam'ı seçtim. İslam nedir? Teslimiyettir. İnsanın fitretine teslimiyettir. Peygamberimize de Allah-u Teala diyor ki فَاَقُمْ وَشْكَرِ الدِّينَ حَنِيفًا. Üzünü bu din, Hanif dinine, o doğru dine çevir.
Fıtrat Allah. O Allah'ın fitretidir. Terbiyetidir insanın terbiyetini. Elleti fataran nasa aleyha. Sizi o fitret üzere yarattı Allah. Yani o fitretini, o terbiyetini hayatına eksilttirmelisin. O insanlığın hayatına eksilttirdiği zaman sen dini yaşamış olursun. Ama teessüf ki bugün insanlar dini yaşamayı neden görürler? Dini hususi din hadimlerine hassettiler ki dinimizde böyle bir sinir de yoktur. Çünkü herkes dinin esaslarından sorumludur. Yani herkes insanlığından sorumludur kardeşim. Yani verirler bir iki nefere, yani bütün dünyada olan bu global problemdir. Hristiyanlar verirler rahiplerine, Yahudiler verirler hahamlarla, Perestler öz din hadimlerine, bizde de mollalar sınıfı var. Ki bunlar dinimizde, Allah'ın dininde olmayan şeylerdir. Çünkü herkes insanlığın hayata eksiltilmesinden sorumludur. Yani biz ne yemeliyiz? Biz Allah'ın bize verdiği o terbiyetinde olan o müsbet değerleri hayatımıza eksiltmeliyiz. Hayattan o zaman zevk alacak, keyif alacak. Yaşamalıyız. Yaşamalıyız, hayatımızı eksiltmeliyiz. Ne diyor Allah Teala? Yeni yadıma düştü, bir defa sohbette demiştim. Bir adam vardı, ateist değil ki. Yani her zaman bana muhalif olarak çıkış ederdi. Dedim sen Kur'an'ı okumuşsun diyor bir ilk önce Kur'an'ı oku sonra muhalif ol. Bildiğin şeye muhalif ol. Bilmediğine değil. Neyse verdim ona Kur'an'ı. Sonrası günler geldi dedik. Ya burada ne var ki benim bildiklerim dedi. Öyle değil. Yani biz ateistlerin veya Allah insan herkes özüne razı yarattı, gösterdi. Ama esas mesele nedir? Ben ona dedim ki elbette ki Kur'an'da gayri-adi bir şey görecek değilsiniz. Senin fitretinde, tabiatinde olanlarını senin hayatına eksilttirdiği o herkes de var. Sadece kişilik, insanlık, mertlik, dürüstlük odur ki onun hayatına sen eksilttiresen. Tatbik edersen. Tatbik edersen. Senden Allah bunu istiyor. Bunu başarabilirsen. Herkes yeryüzünde dürüst olmak istiyor ama dürüst olan ne kadar insan var ki? Yani herkes yaxşı olmak istiyor. Yani sözümün canı o ki o şey gelirəm. Bugün insanlar din dedikdə ağıllarına molla, ölü, yaz, kəfən, bu xüsusi bir sahə anlayırlar ki bu en büyük insanın dinə baxış tərzindəki əyrilikdir. Bunu birinci biz düzəltməliyik. Herkes özüne göre insan olmalıdır. Herkes özündən cavabdehdir. Kimse atasından, ata oğlundan cevap değil. Yani dini öyle bir şeye indiripler ki bazı mezheplerde görürsünüz ki yani kimse neslinden olduğun müqəddəssən. Kimse bağlandın, sen doğru yoldasın. Hayır. Kimse bağlanmakla, kimdense olmakla değil. İmam Ali'nin güzel bir sözü var. Bak bu global problemin en başında olan bir şeydir. İmam Ali diyor ki yeryüzünde iki sınıf insan var. Birisi Allah'a tabi olanlar. Yani Allah'ın dediklerine tabi olanlar. İkincisi bid'ate tabi olanlar. Biri şeriate, diğeri bid'ate. Şeriat dedikleri misal kalır. Şeriat aslında kanun öyle şeriat kelimesinde öyle tarif edipler ki bugün bazı ülkeler bize öyle tercih edirler. Öyle başkalarının yok yani onu oraya girmeyeceğim. Yani onu da o kelimenin dini necə ki problem ediblər, din, şeriat sözünde problemi çevirmiş. Ərəbcə bir kelimedir, kanun qayda demektir. Kanun qaydanı bugün insanlar özleri vurup adına Allah'ın kanunu deyip şeriat deyip təqdim edirlər ki o Allah'ın dinle alakası yok. Biz həqiqi Allah'ın şeriatinden kalmıştır ki bir şeriata uyanlar, diğer de bid'ate. Bid'at nedir? Yani sonradan icat ettikleri. Kurafat. Yani ben bunu biraz daha insanların daha rahat anlaması için böyle yeryüzünde iki sınıf insan var. Birisi Allah'a tabi olanlar, Allah'ın gösterdiği yolu gidenler. İkincisi ise başkalarının, insanların gösterdiği dine uyanlar. Allah'ın dinine uyanlar, insanların dinine uyanlar. Bugün teessüf ki en büyük problem, global problem, bugün yeryüzündeki %99.9, bugün insanların dinine uyum. İnsanlar yani halk, yeryüzündeki bütün dünyadaki insanlar Allah'ın dinine değil, insanların dinine uyurlar, tabi olurlar. Heresi bir
dində ad ver öz dinlərinə. Hərəsi məzhəbinə bir ad ver. Və insanların onlara təqdim etdiyi bir dini mənimsəyirlər. Allahın bizə təqdim etdiyi kitabdan çox uzaqlaşırlar. Və bizdə də, məsələn, İslamda da görürsünüz, yəni nə var? Sünnilik, şiəlik, Əgər məsələyə gələcəkdim, çox gözəl toxunursunuz. Ümumiyyətlə, Adil müəllim, İslam dinində, yəni bu ənənəvi formada bilirsiniz, o təsirlərdə formalaşıbdır, məzhəb, təriqət və hətta sonradan da bu təriqət, məzhəb daha xırda detallara bölünür. Hətta məzhəblərin daxilində bilirsiniz, təriqətlər var. Əhl-i sünnət tərəfdə, məsələn, bu mənəvi sufi təriqətləri var. Şiə tərəfdə təqlidçilik deyirlər, buna müştəhidlər var, bu müştəhidlərə insanlar təqlid edir. Ümumiyyətlə, bunu başdan yaxınlaşaq. Ümumiyyətlə, İslamda məzhəb deyilən şey varmı və məzhəbə tabi olmaq vacibatı varmı? İnsanlar məzhəbsiz yaşayıb ibadət edə bilərlər. Çox güzel soru. Teşekkür ederim, minnettarım. Həqiqətən, məzhəb də ərəbcədə kəlmədir, yəni gedilən yol, bir insanın tutduğu görüş anlamında və gedilən yol anlamındadır. Yəni, hər insanın əlbəttə ki, bir görüşü, bir getdiyi yolu vardır. Bu, yəni, hər insanın bir məzhəbi vardır. İstəsə də olur, istəməsə də. Yəni, hər insanda bu vardır. Yəni, biz müsəlmanıqsa, bizim də görüşümüz Allahın bizə göstərdiyi o, yəni, hər sahədə ki, Allah kitab göndərir, elçi göndərir, biz ona inanmışıq, təslim olmuşuq ki, İslam dinimizdir, ona təslim olma nədir? Kim deyil? Yəni, müsəlman. Təslim olmuş şəxsdə müsəlman deyil. Yəni, ikinci bir ad verilmir. Yəni, Hac surəsi 78-ci ayəsində Allah Teala deyir ki, "Huve semmakumul muslimin." Allah o sizi müsəlman olaraq adlandırdı. Biz, yəni Adəmdən bu yana bütün insanlığa təqdim olunan bir təqdim var ki, qaynağı birdir. Adı İslamdır ərəbcə, başqa dildə başqa cür adlana bilər, mənanı verirsə. Bu önəmlidir, önəmli olan o Allahın göndərdiyinə tabi olmaq. Təəssüf ki, yəni hər Peyğəmbərə göndərildikdən sonra, Peyğəmbərlər vəfat etdikdən sonra o xalqın insanları, o ümmət başlayıblar özlərindən, yəni o kitabı kifayət görməyərək, yəni o kitabda bir əksiklik axtararaq və öz ağlını ilahlaşdırıb, oradan özü üçün bir şeylər çıxarıb və ya əksildik çıxarıb, əlavə ediblər və beləcə təhrib ediblər. Dinə ən böyük təxribatı, təhribi edənlər də din xadimlərdir. Ən pis də bu barədə bizim tezisimiz var, inşallah bunu da təqdim. Quran və din xadimlər, Azərbaycanda dini qurumlar da sağ olsun, bunu nəşrə icazə verirlər, Türkiyədə də bu yana. Yəni, İslam aləmində ilk şey oldu ki, dinəni özümüzə də batırmışam ki, yəni, eyni xataları bizim ümmətlər yaşadı və təkrarlayır. Bugün bütün dünyada din sahəsində ən büyük global problemlərdən birisi dinə bağış tərzi. İkinci də bu dediyiniz məzhəbçilik ki, o məzhəbçiliyin də başında olan şəxslər, yəni dinin önündəki əngəllər deyək, din xadimləridir. Bugün dinimizin önündə, kitabımızın önündəki ən böyük maneə əslində o din xadimləridir. Qur'an-ı Kərim ən çox din xadimlərini təqdim edir. Din xadimləri ilə müxatabdır. Çünki onlar bir cəmiyyətin, bir ümmətin rəhbərləridir. Yəni, yaxşılar əlbəttə ki, vardır dinimizdə. Amma böyük əksəriyyət bugün mövcud durur. Yəni, tariximizdən günümüzə olan mövcud hal budur ki, din xadimlərinin çoxu dini təhrif edib, Allahın dinini Allahdan alıb bir növ özlərinin əlinə keçib paralel bir din yaradır. Maddi maraqlarına uyğun olaraq. Bugün sünnilik də, şiəlik də, xristiyanlıq da, yahudilik də, hamısı sonradan insanların bu xalqa təqdim etdiyi və insanların oradan nə anlayıb, yəni çıxartdıqları hökmləri, kitablara keçirib bizə təqdim etdiyi bir yoldur deyək. Bugün insanlar ona baxıb dini dəyərləndirir. Halbuki ona baxıb dəyərləndirməməsi lazım. Bizə Allah Quran-ı Kərimi göndərir və deyir ki, siz bunu oxumalısınız. Həyatındakı ən mühüm kitab budur. Ən mühüm gedəcəyiniz yol da buradadır.
Ama təəssüf ki, insanların dinə baxış tərzi əyri olduğu için ən əhəmiyyətli, ən önemli sahəyə, ən önemsiz bir sahə kimi baxırlar. Mollaya, o gün ona buna havalə ediblər. Hristiyanlar bugün havalə ediblər rahiblərinə və deyirlər ki, bizim dinimizi onlar yaşayır. Bir problemini da gəlib onlar həll ediblər. Halbuki problemi baştan özləri yaradıblar. Sənin kimi insandır o da. O senin günahını bağışlayacak değil. Ne de ona inanmakla sen xilas olacak değilsen. İstəyirsən İsa'nı bütün varlığınla sev. İstəyirsən imamları bütün varlığınla sev. Sen o imamların, o İsa'nın, o Allah'ın verdiği o yolu onlar kimi yaşamazsan, sen Allah katında hiçbir değerin kalmaz. Seni değerli kılıp alır. Ama sen özünü o yolu beğenmeyip, ehemmiyetsiz görüp, özünü değersizleştirirsen, herkes de layık olduğunu ahirette Allah verecek. Kimin hansı değerdeyse o değerini verecek. Aydınlarım, çok sağ olun, kıymetli çalımlar deyirsiniz. Burada bir sual da vermek istiyorum size, neyle bağlı? Bu mezhepçilik ve hurafat meselesine müəyyən qədər toxunduk. Bu təbii ki, insanın həm dinini məhv edir, həm dünyasını məhv edir. Hurafatçılıq həm də dini parçalayır və eyni zamanda bizim mənəvi tərəflərimizə də zərbə vurur, gələcəyimizə zərbə vurur. Bu bir tərəfi. Təbii bunun qüsurlarını siz kifayət qədər qeyd etdiniz, vurguladınız, çox haqlı olaraq. Mən də sizinlə həmfikirəm. Amma mən bunun bir qədər də siyasi cəhətdən yaratdığı problemlərə toxunmağınızı istəyirəm. Niyə? Məsələn, Azərbaycan xalqının bilirsiniz ki, bir qismi sünni məzhəblidir, bir qismi şiə məzhəblidir. Mən bu məsələləri sizə niyə açıq danışıram? Çünki siz məzhəbçi bir ilahiyyatçı deyilsiniz, məzhəbçi bir alim deyilsiniz, siz obyektiv yanaşan bir insansınız bu məsələlərə və hər iki tərəfi də oxumuş insansınız, tədqiq edən bir ziyalısınız. Ona görə mən bilirəm ki, sizin cavabınız bu məsələdə çox obyektiv olacaqdır. Hərçənd ki, mən bu sualı bir şiə aliminə versəydim, o subyektiv cavab verəcək. Eyni zamanda sünni aliminə də versəm, subyektiv cavab verəcək. Amma siz, mən bilirəm ki, bu məsələdə obyektiv cavab verəcəksiniz. Ona görə bunun siyasi problemlərinə toxunmağınızı istəyərdim ki, məsələn, bunun xurafat tərəflərini qeyd etdik ki, bu qüsurlara yol açır. Amma bunun siyasi tərəfləri var ki, bax, bu din xadimlərinin əvvəldə qeyd etdiyiniz, yaratmış olduğu bu cür problemlərdən xarici güclər, maraqlı qüvvələr, məsələn, bu gün deyək ki, Azərbaycana düşmən olan qüvvələr bilirsiniz ki, artıq bu son günlərə kimi bu büruzə verildi ki, müəyyən bizim qonşumuz, yəni bu məzhəb məsələsindən istifadə edərək burada radikal fikirli insanlar yaradıbdır və o məzhəbçilik ideologiyasından müxtəlif şüarlar da seçib özlərinə çıxış edirlər əks məzhəbə qarşı, yəni xalqın, millətin vəhdətini pozmağa yönəlir. Bax, bu məsələnin qarşısını almaqdan ötürü bildiyinizdə, məsələn, siyasi cəhətdən, məsələn, deyək ki, radikal bir şiə cərəyanını Azərbaycanda yetişdirib sünniyə qarşı qaldırmaq istəyirlər. Və yaxud da əks tərəfdən, sünni tərəfdən, ya sələfi olsun, mənşəliyə, hər hansı bir ideologiya, digər tərəfə qaldırmaq istəyirlər. Bunun qarşısını almaqdan ötürü Azərbaycanda sizcə bəzən bunu biz də səsləndirdik, məzul olur. İslam modeli, indi bunu da deyəndə biraz bu da bidət kimi qəbul oluna bilər ki, yəni məgər hər bir dövlətin, hər bir xalqın öz modeli mi olmalıdır? Sizcə yeni bir İslam modelinə mi ehtiyac var, yoxsa nə etmək lazımdır ki, bax, bu məsələləri kənar o maraqlı güclər siyasi cəhətdən istifadə edib xalqın vəhdətini pozmasın? Çok güzel, sağ olun kardeşim. Çok şeyleri hatırladım, inşallah vaxt məhkumda. Buyurun. Kısa da öz cevaplandırırım. Bizi mesela reformist olarak görenler de var. Yani İslam'ı reforme ihtiyacı yok kardeşim. İslam, İslam'dır. Olduğu gibi yaşamak lazımdır. Yani Allah-u Teala bize bir din təqdim edip, kitabını verip, o kitaptan öğrenmeliyiz. Eğer delilere bak, evvelde sağınız yarım çıkkalı verdiniz. Mezhepsiz insan necə yaşayabilir? Kardeşim, bize Allah kitap gönderir ki, bu kitapta dinin esasları burada. Okuyun, bir çoban da, bir alim de, yani çoban yani okuyan da okumayan da, cahil de alim de değil. Bu kitapta esas hükümler bellidir. Halallar, haramlar bellidir. İnancın ne istikamette olmalı, kime inanacağını ve araya şerik koymayacağını herkes bilir, okuyor. Ama görürsünüz ki dünyada insanların %90'ından çoku müşrik, yani şerik koşur inanırlar Allah'a. Ortaya birilerini koyurlar, imamlarını koyurlar, alimlerini koyurlar,
ki onlardan öğrenip onların təqdim ettiği bir dini yaşayırlar. Əlbəttə ki, herkes din alim olmaz, herkes bir işin ehli olar. Ama Allah Teala esas senin yaşayacağın halalları, haramları, inancın yönündeki tutacağın istikameti sana gösterir. Her hansı bir ayeti başa düşmezsen veya her hansı bir mevzuda, fıkhi mevzuda başa düşmezsen fes'elu ehle zikri diyor Kur'an-ı Kerim. Gidip onu zikir ehli, yani o işin ehlinden soruşabilirsiniz. Ama o senin hayatında, dininin yaşantısında esas problem değil. İnsanlar namazı da değil, namazın bağlı tutulmalı, açık tutulmalısında problem yaradı, öyle değil mi? Evet. Kimse namaz problemi, iki mezhep arasında namaz davası edilir mi? Yok. Ama dava nedir? Teferruattadır. Bakın, insanlar teferruatla kandırıp parçalıyorlar. Burada Allah-u Teala değil, o kimseler ki dinlerini parçalıyor. Kullu hizbin bimâ ledeyhim ferîmûn olmuş. Yani herkes de öz hizbiyle, öz yolu, öz tarafıyla övünür. Ve diyor ki kurtulur, doğru yol bizim yolumuzdur diye kandırılır. Din kandırılmaya en açık sahibi, en samimi insanlar, gençler hususuyla, şimdi geçen sualınıza, gençler hususuyla bu sahada temiz kalpli gençler kandırılır. Bunlar kimler tarafından kandırılır? Yine değil. Bunlar bazı devlet organları istihbaratı tarafından ve o devletin din hadimleri tarafından. Mesela diyelim ki İran'da bir istihbarat var ve onun din hadimleri. Çalışırlar ki özleri kimliğini alsınlar. Özlerinin tuttuğu yol ve özlerinden hizmet etsinler. Başka bir ülkemizde daha büyük bir güç var ki bu yakınlarda gördüğünüz Suriye, yani bizim talebelerden de ne kadar kandırıp samimi gençleri apardılar orada, şeriat kuracak size. Yani ama görürsünüz ki o uşaklar samimidir. Kur'an'ı okumuyorlar, ona göre tez kandırılırlar, tez aldatılırlar. Elifbeyi bilmezler ama kiminse dediklerini okuyup, öğrenip, özünü alim görür ve seni, yani hatta kafir olarak da görür. Yani o samimi gençler çok tez kandırılır. Siz Kur'an'dan uzaklaşarsınız, Kur'an'ı bilen bir diğer ki öz istihbaratına, öz diğer ki mezhebine kulluk edenler sizi tez aldatıp yoldan çıkarabilirler. Bilerler çünkü biz tarihten de bunu günümüze kadar böyle gördük. Hususuyla yani bugünlerin özünüzle fikir verirsiniz. Mesela Şia mezhebinde insanlar tegliye diye bir bela var. Yani teglid. Yani kimi teklid edirsən, filan ayetullah. Sen kimi teklid etsən, filan ayetullah. Ve Allah-u Teala teklidi qadağan edir. Kur'an'da en çok ağıl işletmekten bahseder. Bir insan ağlını işletmezse, başkalarının kurbanına çevrilir. Kur'an-ı Kerim'de de bize bildirilen budur ki, ey insanlar, size bu kitabı gönderdim. Siz bu kitapta olanları İnanıp hayata geçirerseniz sizi kimse aldatabilmez. Bugün aldanmanın en büyük diğer ki sebebi insanların Allah'ın kitabından uzak kalması. Hem siyasi yönden aldanır, hem muhtelif dinsiz nezariyelere aldanıp dünyanın esas ahireti unutmak yönünde. Hem de diğer sahelerde insanlar Kur'an'dan uzak kaldığı zaman çok rahat lokma olurlar. Aydın Bey, çox təşəkkür edirəm. Bilirəm, vaxtınız məhduddur. Bu gün də siz İstanbula qayıdacaqsınız inşallah. Yenə də əlavə olaraq özünüzün məsləhət bildiyiniz, ya demək istədiyiniz bir söz varsa, buyurun. Mən çünki vaxt məhdudiyyətinə görə sizi çox məşğul etmək istəmirəm. Hərçənd ki, siz elə bir dəyərli bizim alimsiniz ki, yəni biz danışmaqla tutarmaz bu mövzular. Dil mövzusu da bilirsiniz, geniş mövzudur. Ona görə təbii ki, problemlər var və problemlər də həqiqətən kifayət qədər çoxdur və əsasən də bugün biz istərdim ki, ölkəmiz daxilində olan məsələlərə toxunaq. Bu baxımdan bu sonuncu sualımda onu vurgulamaq istərdim ki, əsasən Azərbaycan xalqının məsələn əksəriyyəti cəvhəri məsələsinə etiqad etdiyinə görə burada biraz bu tənqid edəndə sanki məzhəbçilik kimi görünür, amma belə deyil. Türkiyədə də əhl-i sünnə
cemaati əksəriyyət təşkil edir. Məsələn, burada konkret olaraq xurafatların üstünə gəlmək istəyirəm. Tutaq ki, Türkiyədə mən özüm də araşdırıb izləyəndə görürəm, Qadiri təriqəti və Rifai təriqətinin qəsəm mənsubları, ümumiyyətlə dünyada çoxdur. Bu şiş batırma, sufilərdə, yəni zikr edirlər, yanan bir odun üstünə özünü atır, şiş bədəninə batırır, neyir. Və şiəlikdə də cəfər məzhəbində daha doğrusu, şiəliyin məzhəbləri də çoxdur, bilirsiniz. Məsələn, Zeydi məzhəbdə elə bir şey yoxdur, İsmaili və digər məzhəblərdə. Bu, əsasən cəfəri və İrandan qaynaqlanan bir məsələdir. Bu, zəncir vurmaq, özünə xəsarət yetirmək məsələsinə toxunmaq istərdim ki, bu, məsələn, Türkiyədə sünni əhlinin içində o cür məsələlər var. O, sufi ifrat təriqətləri, şiş batırma kimi filan. Və Azərbaycanda da şiəlikdə, bax, bu, baş yarımı artıq bizə də yetişir. Yəni, Sovet hökuməti dağılandan sonra bir qədər fasilə oldu. Əvvəllər oldu Sovetdən əvvəl. Yenə də İraq və İrandan artıq bu yavaş-yavaş qılıçlar, xəncərlər, zəncirlər gətirirlər. Burada da baxıram ki, müəyyən qadağalar olsa da insanlar başlayıb yenidən o bidətləri bərpa etmək. Bunun qarşısını almaq üçün nə eləməli var? Tural bəy, həqiqətən də yenə təkrar edim. İnsanlar Allahın kitabını oxumadığı zaman, öyrənmədiyi zaman bir çox xurafələr, yəni bir şeyin həqiqətini deyil, batılını görürlər. Yəni, adi şeyləri qeyri-adiləşdirirlər. İslam qədər real, Qur'an qədər real bir şey bizə təqdim edən başqa kitab yoxdur. Yəni, ağac dəyərlidir, bu ağaçdır. İnsan deyir ki, insandır. Allah özündür ki, budur Allah, başqa ilah yoxdur. Yəni, hər şeyin haqqını verir İslam. Sənə də dünyada yaşayış ölçüsünü, baxış tərzinin ölçüsünü bəlirləyir. Necə baxmaq lazımdır insana, baxacaq. Təəssüf ki, Qurandan uzaqlaşan insanlar adi şeyləri qeyri-adiləşdirib xurafələrə gəlmək çıxır. İnsanı qeyri-adiləşdirir. Onu məsum olaraq görür, günahsız olaraq ilahlaşdırırlar. Və ona bağlanırlar. Allahı qoyurlar bir kənara, ona bağlanır. Necə xristiyanlar İsa sevgisindən Allahın oğlu olaraq qəbul edilər və o gözəl dini təhrif etdilər. Günümüzdə də sünnilik olsun təriqətləri, öz şeyhlərini müqəddəsləşdiriblər ki, onlara bağlı olmayan, ona əl almayan, ona tabi olmayan, o təriqətdə olmayan insan xilas olmayacaq. Qurtulanlar ahirətdə onlardır. Şiələr də belə təriqətin bir qoludur, şiəlikdə, sünnilikdə kimi. Yəni, təriqət dinidir. Yəni, onlar da imamlar əlbəttə ki, gözəl insanlar olub, İsa da bir peyğəmbər olub. Onlar öz həyatlarını yaşadılar, nümunə olun deyə, yəni bizə də yəni Allahın o dini kitabını yaşadığı üçün nümunədirlər əslində. Yəni, onlar öz həyatlarını bitirirlər, biz də onlar kim olmalıyıq? Yoxsa biz gedib onların adını çəkərək savab əldə edəcəyik, onlar üçün ağlaşacaq, onlar üçün özümüzü döyüb öldürəcəyik. Bunu bizdən Hüseyin istəmir, İmam Hüseyin. İmam Həsən bizdən istəyir ki, İmam Əli bizdən istəyir ki, həyatımızı da, qurduğumuz dövləti də ədalət üzrə, gözəl, Müslüman, Allahın verdiyi kitab üzrə yaşayaq. Həqiqi Müslüman olaq. Amma təəssüf ki, bu dediyim o siyasi qüvvələr ki var, onlar həqiqətən də, bax, bu mövcud olan din ki var ki, şiəlik, sünnilik, buna ənənəvi din adında veriblər. Ənənəvi din diye bir şey olmaz. Biz bunu bir kere qalıqlayın. Din birdir, Allah'ın dinidir, İslam diyor. Ənənəvi dinə Allah kitabında da qarşı çıxır. Bütün peyğəmbərlər ənənəvi insanların uydurduğu dinləri yıxmaq üçün gəlir. Yəni, ənənəvi dindən bugün istihbaratlar, o güclər ki var, istər İranda olsun, istər Rusya, bu güclər bugün ölkəmizdə böyük təsirə malikdir. Bunlar o dində çox materiallar var. Mesela o ənənəvi dinin içində elə hükümlər var ki, deyir ki, siz bunu öğrendikten sonra onlar istədikləri istiqamətdə onları yönləndirə bilirlər. Yəni, sünnilikdə elə qanunlar, elə qaydalar var, şiəlikdə elə qanunlar, qaydalar var ki, onları su-istifadə edib, mesela gördüğünüz yaxınlarda dedim ya, Suriye mesela, səmimi gençləri şəriət quracaq. Yani şeriatsız olmaz, İslam devleti kuracak, İslam devleti olmayan yerde gitmeliyiz, yani hicret etmeliyiz, yaşamamalıyız, dedim orada savaşmalıyız, başkaları kafirleri öldürmeliyiz, kafirlerin yaşama hakkı yoktur. Bütün bunlar bu sünnilikte, şialikte olan materyallardan bunlardır. Ona göre dünyada bugün ənənəvi dini dövlət seviyesinde müdafiə edirlər. Onların qorxduqları əslində Allah'ın dini.
Bugün təəssüf ki, bunları da din xadimlərinin əli ilə qoruyub saxlayırlar. Bugün din xadimlərinin çox əksəriyyəti, çox təəssüf ki, Allahın dininin önündə ən böyük əngəllərdir. Kitabın önündəki ən böyük əngəllərdir. Necə ki, xristiyanlar, rahiblər qoymur İncili oxuma, yahudiləri, xaxamlar qoymur Tövratı oxuma, bizimkilər də Quranı sən başa düşməsən, sənlik deyil. Sən mi bildin bir şey öyrəndiyin zaman? Onlar daha yaxşı bilir, deyib səni qandıra bilirlər və səni o kitabdan uzaqlaşdırır, özlərinin yoluna təşvik edirlər. Artıq onların yoluna da uyan insan ki, bilirsiniz, bəzi güclərin məsələlər, onların yolundan köləsini çevrilir. Artıq onlar üçün müqəddəs olan dəyərlər, onların verdiği dəyərlərdir. Həqiqi dəyərlər artıq Aydın bəy, çox sağ olun. Sonunda istərdim bir sualım da var, ona da bir qısa haşiyə çıxaq cavab verəsiniz. Ümumiyyətlə, İslamda İslam dövləti anlayışı bu nə dərəcədə doğrudur? Bilirsiniz, bu son dövrlərdə də İrandan Azərbaycana... Bu son Pakistan'da, Pakistan qurulduğu zaman çıxdı. Bu əsrlərdir. Yani Allah'ın dini adına İslam dövləti diye bir dövlət olmadı. Ya Əməvilər oluyor, Abbasilər oluyor, Osmanlılar bilirsiniz. Yani şəxslərin üzərində. Abbasi İslam dövləti deyilməli. Dövlətin inananı, inanmayanı olmaz, mümini olur. Dövlətin imanı nədir? Ədalətdir. Xidməti xalqa olmalıdır. Yani onun iki tane mühüm vəzifəsi var. Onun bir ədalətli olması, İkincisi, xalqa xidmət etməsi. Dində də elə, yani dinin də vəzifəsi, yəni insanlar, din xadimlər vəzifəsi də eyni zamanda Allah'ın kitabını öğretmektir. Özlərinin təqdim etdiyi məsləhətlər deyil, onlara sevgi etmək lazım. Allah'ın kitabını öğretmesi lazım. O yüzden de, o səbəblə də Quran-ı Kerimdə Zuhruf suresi 43. ayətində Allah Teala Peyğəmbərimizə deyir ki, "Əstəmsik billəzi ruhiyyi." Sən sənə vəhiy edilen bu kitabı məhkəm sar, məhkəm tutun. İnnəkə alə sırat-ı müstəqim. Sən sırat-ı müstəqim üzərsən, qorxma. Sən doğru yoldasan. Və innəhu ləzikrun ləkə və li qavmik. Bu sənin xalqın üçün də doğru bilgidir. Sənə də doğru bilgidir. Sənin xalqına da və innəhu ləməsulun. Siz bundan sorulacaqsınız. Ey insanlar, siz bu kitabdan sorulacaqsınız. Hesaba bundan çekileceksiniz. Hayatınızın en önemli sayesi budur. Siz bunu okumalısınız ve yaşamalısınız. Başka yollara, başka mezheplere, başka kitaplardan sorulmayacaksınız. Sen Ali'ye inandın mı? Sen İmam Hüseyin'e inandın mı? Sen onun yolunu mu gittin? Yok. Bir şey sorulacak. O kitapta size takdim edilenleri, o yolu gittiniz mi? Onu hayatınıza eksilttiğiniz mi? Yoksa yok. Bu. Evet. Çok sağ olun Aydın bəy, təşəkkür edirəm. Sizi kimi fikirli ilahiyatçılar Azərbaycan üçün həqiqətən lazımdır və vacibdir bizim inansız insanlarımız üçün. Sizin müəyyən bilirəm ki, tanış olmuşam kitablarınız var və sosial şəbəkələrdə, YouTube kanallarında sizin çıxışlarınız yayınlanır ki, bizim də gənclərimiz, bizim də inansız insanlarımız bundan bəhrələnərlər. Mən arzu edərdim ki, bu məsələ bir daha da genişlənsin və yəni siz bizim Azərbaycanı da unutmayın, həmişə bu təbliğatınızı, bu cür təşviqatınızı, bu cür düzgü, həqiqi İslamın təbliğatında, yəni bizləri də unutmayasınız. İnşallah. Siz de bizi unutmayın, istediğiniz zaman bizimle əlaqə bağlantı qurup canlı yayında eləyək. Minnətdaram, təşəkkür edirəm.